Əvvəllər qaynayan bazarda indi sakitçilikdir. Dərnəgüldəki tikinti materialları bazarında alıcıdan çox satıcıları görmək mümkündür. Satıcılar deyirlər ki, durğunluğun səbəbi dolların bahalaşması fonunda tikinti materiallarının da qiymətinin qalxmasıdır. Durğunluqdur bu dəqiqə bazarda. Tam 0 dərəcəsində alış-ver yox. Bazarda bugünkü günü yəni bu dolların kursu ilə əlaqədar qiymətlər yəni oynayır. O ki qaldı qiymətlərə, bəzi tikinti materialları 4-5 qəpik, bəziləri isə 6-7 manata qədər bahalaşıb. Ancaq qiyməti dəyişməyən materiallar da var. Bu kərpiclər əvvəl gəlişi 15 qəpik idi, bu gün 20 qəpik. Bax bizdə xırda kərpiclər var, əvvəl gəlirdi 10 qəpik, bunun qiyməti 14 qəpik. Blok kərpiclər var, o iri kərpiclər. Onların gəlişi əvvəl 26-27 qəpik idi, bu gün 32 qəpik. Qumla simentdə hələ fərqi yoxdur, hələ aldığı kimi qalıb, belə qiymətləri eynidir. Alçmandakı... Hazırda nə qədərdir qumla simentin qiyməti? Qumun indi maşını gəlir, beləncə 220 manata, 230 manata. Alçmanın da qiyməti hələ ki qalmır, hələ olduğu kimi qalıb. Nə qədər? Alçmanın 7 manat, 8 manat qiymətidir. Baxırda 10-luq, 12-lik qiymətlər fərqi var. Taxta və armaturların qiyməti isə yerli və xarici istehsal olmasına görə fərqlidir. Bir kubu taxtanın bugünkü günü 300 manat, 310 manat arasıdır. Yəni xam mal vəziyyətdə. Yəni var polluq taxtalar, var apşıfkalar. Onların qiyməti? Yəni bu yerli mal 14 manat, 13 14-50 arasıdır. Rusiyadan gələn, yəni yerli ilə 2 manat yarım fərq yəni daşıyır. Bir ton 600 manatdan başlayır, 700-ə var, 800-ə var. Məsələn, Qiymət nəyə görə dəyişir? qiymət armaturun keyfiyyətinə görə dəyişir. Mismar və tamet daşların da qiymətində dəyişiklik var. Mismarlar kilosu manat yarım 2 manat arasına yəni çıxır. Preslənmiş daşlar, Yəni tametlər. bəli, tametlər 8 manatdır. Pressiz, yəni Qəlib tametlər. qəlblər də 3 manat 50 qəpik ən aşağı qiymətidir. Satıcılar deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olacaq. Əsas yəni bugünkü günü problem dolların kursudur. Qalxdıqca qiymət də qalxır. Düşəndə inşallah yəqin qiymətimiz də düşər. Satıcılar yeni ildən vəziyyətin düzələcəyinə ümid edirlər.